indiki cəmiyyətimizdə analar elə övladlarına, oğlan qızlarına o iqtisadi anlayışı heç bir təhsilsiz, çünki bəziləri deyirlər ki, axı mənim maliyyə təhsilim yoxdur, axı mən görməmişəm. Amma o özümüzdə olan o qadın hardan alır o bilikləri və onu necə ötürsün öz övladlarına? Heç yadıma çıxmır da və bunu da deyəcəm. Mən Finlandiyaya getmişdim. Bir gün bizim bir qonşu var idi. Burada bir qadın var idi. Çıxdı evindən. Bunlar danışırlar. Mən dedim məğz nədir? Gördüm qoca qadındır. Dırnaqlarında gözəl lakı. Qadının bir 73, 80 yaşına yaxın belə təsəvvür elədim. Qadın deyir ki, nəvəm deyir məni bütün günü girir kompüterə də və məni alladır. Mən dərs almağa gedirəm. Mən də oturdum, öz-özümə fikirləşdim ki, əcəba bu yaşı var, bunun nəyinə lazımdır ki, nəvəsini kontrolda saxlasın və ya nəvəsinə söz desin. İndi həmin dönəm gəlib. Bizim qadınlarımız, analarımız texnoloji o stimullaşdırmada o qədər öndə olmalıdır ki də, övladlarına özləri məsləhət verə bilsinlər. Bu birinci məsləhətimdir. İkinci məsləhət isə nə qədər özünüz zalim dünya məsələsini ortaya gətirib qoysaq ki, hər şeydən zalimin zülmünə övladlarımızı salaq, bir o qədər övladlarımız həm cəmiyyətdən, həm bizdən uzaq olacaqlar.